Necə olacaq deyənlərə deyirəm, çox dəhşətli. Çox. Ya yuxularda, ya kinolarda, ya multfilmlərdə, ya kitablarda heç yerdə eşitmədiyiniz qədər dəhşətli. Yəni biri var ki, efirlərdən Ukrayna savaşına, Filistin savaşına, nə bilim bir çox savaşlarına, kinolara baxmısınız, nələrsə görmüsünüz. Bir də var ki, elə şey görməmişsiniz də, yəni. Çünki mən hissləri güclüdür də, mən hiss edirəm. Ta ki siz bu baş verəcək hadisələri öz gözlərinizlə, efirlərdə, orada, burada görməyənə qədər anlamazsınız. Bilirsinizmi? Mən illərdir bunu sizə demişim. İndi bəlkə də bəzilər deyəcəksiniz ki, televiziyalara filana baxıb nələrsə danışırsınız. Məni izləyən kəslər bilir illərdə nə dediyimi. Amma kənardan məni izləməyən kəslər bu barədə danışa bilər. Əgər bir kəsin şərəfi, mənliyi varsa, o kəs durub kiməsə şər atmaz. Deməyim ondan ibarətdir ki, mənə izləyən, mənim şərtlərimi, analizlərimi öyrənib bilmək istəyən kəslər var bugünkü gün. Çoxlu adamlar yazır ki, Nadim bəy, siz də analizlər, təhlillər ilə bizə dinən, bizim bilirsinizmi, konkret açıq şəkildə bizim hal-hazırda yorum eləyənlər, belə təhlil eləyənlər demir. Hələ xəbərlərdə nələr deyirsə, təhlillərdə də onu araşdırır, deyir. Yəni, hansı dərəcədə ehtimal eləyə bilmədiyiniz qədər böyük, qorxunc bir savaş olacağını təsəvvür edə bilməzsiniz. Bu, İran, Amerika və o bölgə, orada olan bəzi ölkələr, belə dünya savaşa gəlib çıxacaq və zəlzələlər, bunlar hamısı insan azaltması üçün maraqları yaratıb, maraqları toqquşduraraq insan azaltma prosesi gedir. Mən həmişə bunu demişəm və bu təhlildə. Yox, neft lazımdır, yox, ərazi lazımdır, yox, nə bilim, hansısa torpaq elementlər lazımdır. Hamısı boş şeylər olduğunu düşünürəm. Bunu edən Putin, Trump və bəzi prezident dövlətlərin, ölkələrin olduğunu da düşünmürəm. Bu, dünya idarə edən insanlar, bəzi qurumlar, güclər var, artıq resursların tökəndiyini görürlər. Və ona görə də birdən-birə insanları savaşa apara bilməz deyə hazırlıq işləri görmüşdü. Artıq o hazırlığı bitdi. Hər an o hazırlıqları partlanacaq və bir iki ölkə, nə bilim, nə kimi yox. Düzdür, Azərbaycan üçün yenə də deyirəm, yaxın bir müddətdə baş verəcək bu böyük savaşdan elə bir qorxusu yoxdur, hələ ki. Çünki bu, İran və Amerika və bir çox o bölgələri, hansı ki, orada şeylər var, Amerikaya aid olan, nə bilim, nə, orada. Amerikanın özünü də vuracağım, mən sizə deyim. Nəinki Amerikanın hansısa bazalara, inan ki, Amerikanın özünə də raketlər atacaq. Bunu siz görəcəksiniz. O dərəcələrə gəlib çıxacaq hər şey. 3-cü Dünya Savaşı deyirdim. Allah qorusun. Mənə sual verənlərə deyirəm, baxma, qalanlara baxma. Mən sual verənlərə deyirəm, bəli, bu belə olacağını hiss edirəm. Və nə edəksə bütün dünya bunu düşünməlidir. Bütün dünya sivilləri bu savaşa yox deməlidir. Çünki bütün dünyanın sivillərin balalarıdır, bütün dünyanın ordularında olanlar. Dünya idarə edən kəslər orduların üzərindən bunları eləyir. Rusiya, Ukrayna, Filistin, İsrail, İran, Amerika, hər kəsin orada başa düşməlidir ki, bu savaşlar onların dövlətlərin xeyrinə bitməyəcək, heç kimin. Sivillərin ziyanına bitəcək, dünya idarə eləyənlərin istəyinə nail olacaq. Amma o zaman mən həmişə deyirdim, sivillərdən kim qala bilsə onları görəcək nə olacağını. Yəni, o dərəcədə qorxunç şeylər, hazırlıq gedib, bitib artıq. Bəli, efirlər bugün bunları deyir, mən də həmən dediklərimi xatırladıram. Dünya çox qorxunç bir yerdə olduğunu artıq siz də görürsünüz. Mən hər zaman deyəndə mənə çoxları lağ eləyirdiniz. Allah eləməsin bu
Amerika İranı vursun, amma vuracağını hiss edirəm. O ki oldusa, vsyoda da dəhşət olacaq.